Sizlərə Binə qəsəbəsi Ülvi yolu deyilən ərazidə, Məxməri yaxın hissədə 2 sota yaxın həyətyan ərazisi olan 3 otaqlı evimizin təqdimata gəlmişik. Suyu quyusuydu, həyətə 2 maşın rahat girir, işıq sayğacı var, bircə qaz sayğacı yoxdur dostlar. Evin balon qaz qoyublar, yəni evi balon qazı, balondan İran peçinə, yəni qaz yedir. Bakı, pitimikası hər bir şey var. Bir sözlə də gir yaşa evdir. Bax, belə bir görünüşdə evdir. Evin daxili hissəsi ilə sizi tanış edirəm. Daxil olduq, belə bir koridordur. Yeni qeyd edirəm, bax, İran peçimiz balonla işləyir. Qaz sayğacı hal-hazırda yoxdur. Belə bir sanitar qovşağımız, aksesuarlar təzədir və işlək vəziyyətdədir. İnternetindən belə hər şey var. Daxil olaq sizi evimizin qonaq otağı ilə tanış edir. Görürsünüz necə bir gözəlliyə malikdir. Düzdür, əşyalar götürüləcək, amma istəyən olsa qiymətdə yaxşı qiymət verən olsa razılaşsalar, əşyalardan da saxlamaq olar. Amma əşyasız satılır hal-hazırda. Evimiz zal sistemdir. Zaldan birbaşa mətbəxə studiya formasında yaradıblar. Mətbəx mebeli qalır. Yəni evin zal hissəsi böyükdür. 7 metrənin 3,5 falan var. Harasa belə bir ölçü. Bəlkə də 7-dən də çoxdur. 8 metrə olar. Yataq otağına giririk. Gördüyünüz kimi ideal gözəlliyə malikdə. Aboyundan belə lüstrlarıcan hər bir şey öz sözünü deyir. İndi sizi Detski otağına tanış edirəm. Bu da Detski otağımızdır. Gördüyünüz kimi otaq ölçüləri normalda qoşadaşla tikilib tam təmirdir. Evimizin mətbəx mebeli yenə qeyd edirəm qalır. Qiymət 48 min. Qaz sayğacı yoxdur. Tələsin dostlar.